Sen gidebilirsin. Oldu. Ne tersen indi? Sen demirdin, mən subay. Sensə boşanmış qadınsan. Necədir mənim ürəyim? Necəsin həyatım? Sana sürprizim var ya. Mənim də sənə deyəsi bir sözüm var. Ne oldu? Buyur de. Öncə sən de. Yok sen de. Yaxşı. Eşidirəm de. Biz ayrılmalıyıq. He? Biz ayrılmalıyıq. Biz ayrılmalıyıq. Sebep? Çünki Çünkü ne? mən subay, sən boşanmış. Alınma bizdə. Sen subay ben boşanmış. Bəs bunu indi bilirsən mən boşanmış olduğumu? ol, Leyla. Sakit olmamışsın məndən. Sen sakit olmamışsın məndən. Bağışla məni. Bağışlayayım səni. Üzr istəyirəm. Sana sözüm yoktu. Yazıklar olsun sana. Bəs evli qadınla niye bir yerdəsən? Sənə görə atam beni evdən qovdu. Buyur ata. Sağ ol. Sen hala da onunla görüşürsen, Bəli ata. öyleyse elçi göndersin. Ata göndərəcəkdir. Tez deyil ha. Ne vaxt? Demek ben biyavır oğlum, ne var seninle başını kalsın, gününü geçsin, benim adımı batırsın, hala elçi göndermesin. Ata mən sən adını sanını batıracaq heç bir şey eləməmişəm. Kes sesini! Ay yok, o da sen. Git bir de buralara gelme. Ata, Redd ol! ata ne olur. Seni eşitmek istemiyorum. Hoş geldin. Seni kimi kız bana lazım değil. Benim adımı batıran bana lazım değil. O sevdiğin, o da sen. Mən sənə o gün şad xəbər verməyə gəlmişdim. Təbrik edirəm. Siz 3 aylıq hamiləsiniz. Doğrudan. Bəli, gözünüz aydın olsun. Ay Allah'ım, şərəfi deyim. Amma sən məni həmin günü tərk elədin. Sevirsən məni? Ne kadar sevirsən? Dünyalar qədər. Dünyalar kadar az daha. Sakit dur. Şuraya bak. Ayıfdağı. Günah çoxsu məndədir ki, mən sənə inandım. Düşünmə ki, xoşbəxt olasın.